Kruizin 4-cü günündə gəmi bizi Yunan adalarına gətirdi. Tezdən gözümü açdım ki, yoldaşım artıq dəniz mənzərəsinin sehrindədir. Rahat-rahat hazırlaşarkən yadıma düşdü ki, dünən Montenegroda idik. Bugün isə Yunanistanda. İki ölkə arasında saat fərqi var və biz səhər yeməyinə 1 saat gecikdik. Tələs-tələs səhər yeməyindən sonra limana endik. Gəmidən düşərkən şəhəri bir neçə formada gəzə bilərsiniz ki, bunlardan biri də hop-on hop-off avtobuslarıdır ki, bu barədə ətraflı məlumatlı post paylaşacağam. İlk dayanacağımız Korfunun vizit kartı Kanonidir. Bir tərəfdə zümrüd yaşılı dəniz, bir tərəfdə tarixi Villacherna monastırı mənzərəsi, digər tərəfdə Pontikonis adası və turistlərin ən çox diqqətini çəkən təyyarələrin başımızın üstündən keçdiyi Korfu hava limanıdır. Bəlkə də Korfuya baxdıqda niyəsə biraz İtaliyanı xatırlatdığını düşünə bilərsiniz. Bu təsadüf deyil. Ada 400 ildən çox Venesiyanın hakimiyyəti altında olub. Qarşımızdakı Anomo Milos yer dəyirmanı isə həmin dövrlərdən bu günə qədər gəlib çıxan səssiz şahidlərdən biridir. Bir vaxtlar burada külək taxılı una çevirirdi. İndi isə bura hər il minlərlə insanı özünə cəlb edir. Və Korfunun ən tarixi nöqtəsi Old Fortress. Bir vaxtlar top səsləri ilə titrəyən bu köhnə qala indi ən çox turist axını ilə seçilir. Əsrlər əvvəl düşmənin hücumlarına qarşı Korfunu qoruyan bu qala divarları indi adanın tarixini əks etdirir. Qalanın yerləşdiyi bu nöqtədən kilometrlərlə uzaqdan adaya yaxınlaşan ən kiçik gəmilər belə görünərdi. Bura qala ətrafındakı müdafiə xəndəyidir. Düşmənlər oradan düşməyi bacarsalar da burada ilişib qalıblar. Çünki buradan yuxarı çıxa bilməyiblər. Gördüyünüz kiçik pəncərə formasında kiçik hissələr isə baxıb və tüfənglərlə düşmənlərdən xilas olurmuşlar. Ön tərəfdə görünən isə qalanın içərisində yerləşən Əziz Georgi kilsəsidir. Kilsənin içərisi. Şəhər mərkəzi bizim Kosta. Qaladan çıxdıqdan sonra biraz dincəlmək üçün parkda oturdu. Bir şey diqqətimi çəkdi. Hər kəs bürünc bir heykəlin burnuna toxunurdu. Yaxınlaşıb adını oxuyandan sonra tanıdım. Bu Korfunu dünyaya sevdirən yazıçılardan biri Lorenzin xatirə lövhəsidir. İnsanlar onun burnuna toxunduqda şans, pul, uğur gətirəcəyinə inanırlar. Bu qədər tarix yetərlidir deyib yollandıq şəhər mərkəzinə. Sanki Alaçatı İzmirdə gəzirsiniz. Hər tərəf begonvillər, mavi beyaz tonların gözəl ahəngi. Türkiyəyə qonşu olsa da Avropa ölkəsi olaraq əlbəttə burada da qidalanmaq, halal yemək tapmaq çox çətindir. Gəmiyə qayıtmaq saatımız 9-un yarısı olsa da biz artıq saat 6-da yorulmuş şəkildə gəmiyə qayıdırıq. Yəni şəhəri gəzmək üçün, doya-doya kəşf etmək üçün xeyli vaxtımız oldu. Axşam yeməyi vaxtıdır. Yeni dadlar, yeni təamlar və qonaqları əyləndirən ofisiantlar. Sonra gəldim ki, qapıda bir bildirişlər var. Bu, masaj və spa xidmətləri haqqında məlumat idi. Digəri ödənişsiz şouya dəvətnamə və təşəkkür kartı. İçəridə isə bir bildiriş var idi. Bu isə resepsiyondan sənədlərimizi götürmək üçün bir xəbərdarlıq idi. Siz jestin şirinliyinə baxın. Axşam yeməyindən sonra gün batımını izləmək üçün gəminin 9-cu mərtəbəsinə qalxdıq. Arxada qalan Yunanistan, bizimlə qalan unudulmaz xatirələrlə dolu bir gün.